Sine Dəftərin yeni bölümünə xoş gəlmisiniz. Axır ki, neçə əsrlər sonra Sahib abimlə virtual da olsa görüşüb, yəni bu gözəl məclisi təşkil görüşürük. Bu gün biz Sahib abimlə ITV-də, ITV-dir yoxsa ITV-dir? İctimai televiziya. Qısaldılmışını soruşuram mən. İTV. ITV-də yayımlanan Mikrorayon serialının ilk 2 bölümünün icmalını mı deyək, analizini mi deyək, heç birini, yəni öz fikirlərimizi deyəcəyik, bəyəndikmi, bəyənmədikmi, bölüşəcəyik və bunu demədən də keçməyəcəm. Mikrorayondur bədənim, mən ona görə ağıram. Sənin kimi sırtıqlar yol verməz fağıra. Talpa söhbət dava, hara gedir axırın? Hamınız danışırsınız, böyüyübüzü çağırın. Qəşəng. Sən bilirsən nədir bu? Yox, mən belə şeylər, ümumiyyətlə mən belə bir dünyadan hər zaman uzaq olmuşam. Mikrorayonun dünyası deyək də. Bunu da bilən bildi, yəni deyim. Yəni bilən bilər, mən bilmirəm. Mən elə şeylərdən həmişə uzaq olmuşam. Yəni özümü biləli o aləmə qarşı bir antipatiyam var. Mən də ilk 2 bölümə baxdıqdan sonra sənin antipatiyamı dəstəkləməyə qərar aldım. Belə deyim. Müəllim, onda elə səndən başlayaq. 2 bölümə baxdın, özü isti-isti baxdın, təzə baxdın, gəldin. Nə düşünürsən? Əslində düzgün deyil, yəni isti-isti baxıb dərhal fikir bildirmək. Ən azından bir yəni normalda film olsa deyərəm hə də, yəni filmə 2 dəfə baxmalıyam ki, onun haqqında bir fikir bildirim, eləyim. Sırası da baxan kimi də fikir bildirmək düzgündür. Bu serialdır, indi serial olduğuna görə keçmək olar üstündən. 2 bölüm izləmişik, 2 bölümlə bağlı fikirlər o qədər də belə dərin olmayacaq təbii ki. Belə açıq deyim də, mən bəlkə də ilk dəfədir ki, bizim seriallardan hansısa birinə 2 bölüm baxa bilmişəm. Normalda çünki mən istəyir işlədiyim, çalışdığım setlərdə olsun, istəyir işləmədiyim, amma ölkədə səs yaradan filmlər olsun, seriallar olsun, baxmamışam da, yəni baxmıram da. Yəni ya maksimum təqdimatda falan 1-2 bölüm belə baxmışamsa da, yəni orada baxmışam və öz işimiz əgər belə deyim də zəif olanda da fikir bildirməmişəm, güclü olanda da fikir bildirməmişəm. İndi bu film, bu serialda indi fikirlər nə deyim, açığı deyim, gözlədiyimdən pis deyildi. Yəni gözlədiyin qədər pis idi bura. Pis deyildi, yəni yaxşı idi. Yəni yaxşı da demək düzgündür. Nə pis idi, nə yaxşı, orta, yəni əslində yəni hər şey anlaşılan, hekayəsi sadə, reallığımızı təsvir edən məktəbləri istər olsun, istər məktəb ətrafı, o yaşın ərgən psixologiyasının yaratdığı, mən də böyümüşəm, mən də bu temalardayam falan tipli düşüncə olan o yaş həddinin şeylərini yəni biz görürük, yəni o yaş həddində olan o insandakı o dəyişikliklər olur da, yəni sən birdən-birə uşaq olmursan artıq, sən yetişkin bir insan olduğu düşünürsənmi deyim, hələ düşünürsən, amma əslində heç də elə deyil də, yəni sən hələ də uşaqsan və bu dəyişməyəcək bir neçə il daha. Ta ki sən amma bu elə bir mərhələdir ki, həyatında ki, sən uşaq olsan belə özünü böyük kimi zənn etdiyin üçün böyük hərəkətlərə atılırsan və yaxşı pis təcrübələr əldə edirsən ki, bu təcrübələr sonrakı həyatına istər-istəməz təsir edir. Həm müsbət mənada, həm mənfi mənada. Müsbət mənada görürsən bu həyatı, reallığını ən azından dərk edirsən, başa düşürsən bu yol sənlikdir və yaxud sənlik deyil. Mənfi mənada da yenə də eləncə bu yol saxta tərəfinə allanıb o yolun yolçusu olursan və o yolla da davam edirsən. Sonra bir ayılanda artıq olduqca gec olur. Gəl sənə bir şey deyim. Həqiqətən də mən də o sənin dediyini düşündüm ki, mən normalda Azərbaycan seriallarına, hətta ən piki Əqrəb mövsümü götürülür də Azərbaycanda, yəni ki. Yəni daha izləməmişəm. Mən də izləməmişəm bura. Yəni mənə çox adam deyib, ətrafımdakı hətta yəni iki serialın adı çəkilir. Biri Əqrəb mövsümü, digəri də Vətəndaş A serialıdır. Yəni şey olaraq hal-hazırdakı dövrdə də, yəni bunlardan sonra çünki yaxşı film serialların sayı artmağa başlayır. Ola bilər, yəni ki, bir milestone olaraq, yəni Əqrəb mövsümü yerini tuta bilər orada. Məsələn, mən həqiqətən də zövqünə güvəndiyim insanlar tərəfindən mənə çox tövsiyə olunub Əqrəb mövsümü ki, yəni mütləq baxmalısan. Amma heç vaxt yəni intuitiv olaraq yəni istəməmişəm oturum Əqrəb mövsümünə baxım da, yəni. Yəni içimdə bir şey olmayıb, yəni. Həvəsim olsun. Ay sağ ol. Həvəs olmayıb yəni ki. Amma bu serialı məsələn görən kimi mənə maraqlı gəldi. Dedim mən oturub buna baxmalıyam və baxdıqdan sonra da
Dedim ki ikinci bölümə də baxmalıyam mən. Çünki bilirsən nəyə görə abi? Birincisi çünki hamının relate deyib deməyim də, hamının yəni əslində baxıb deyə biləcəyi, aha bunlar mən bu insanları tanıyıram. Mənim həyatımdadılar, var yəni ki. Yəni çünki yəni hamının relate deyirəm getsin də. Hamının relate eləyə biləcəyi karakterlərdir bunlar. Hamının relate eləyə biləcəyi, özünü görə biləcəyi, hə də özündən bir şey tapa biləcəyi bir serialdır. Ondan əlavə də o qədər məsəl aktyor işi ilə, çəkiliş tərzi ilə, rənglərlə olsun, musiqilərlə, yəni hər şeylə, yəni səni içinə alır serial. Və səni içinə alır və yaratdığı o dünyaya inandırır. Üstəlik dialoqlarla da, ondan əlavə olaraq karakterlərin məsələn verdiyi reaksiyalarla da, gerçəkləşən hadisələrlə də, yəni hamısı sənin içinə alır və xaricilərin immersion dediyi şey. Yəni o immersionu yarada bilir və sən artıq başlayırsan ciddi almağa bu karakterləri, bu yaşananları. Yəni onu bacarıb. Yəni o məncə ən çətin şeylərdən biridir. Bədii əsərlərdə və Mikrorayon məncə onu bacarıb. Bu cəhətdən 1 plus verirəm mən Mikrorayona. İndi sən bilmirəm, sən orada eşidirsənmi? Sənə bunu deyiblərmi? Rusların bir serialı var. Sersa Patsanın ürəyi məsələn. Oğlan ürəyi belə bir şeydir. Adı belədir. Hə. O serialı mən açığa baxmamışam. Çox adam da məgər bilirəm ki, Azərbaycan dilli kəsimdə belə də hissə baxmayıb, amma rus dilli hissə baxıb ən azından müzakirələr falan gedib o serialla bağlı rus dilli kontentlərdə. Bu serialla o serial arasında müqayisə edirlər avtomatik. Baxan da müqayisə edir, baxmayan da müqayisə edir. Mən məsələn baxmamışam, mən müqayisə eləmirəm. Müqayisə eləmək də istəmirəm. Çəkimləri də nə qədər müəyyən səhnələri var. İndi mənim qarşıma çıxıb deyəndə deyirəm. Məsələn, futbol oynama səhnələri var idi 1-ci bölümdə. Bənzər səhnə Oğlan ürəyi serialında da var. Abi, yəni ki bu çəkim stilistikası da eynidir falan. Yəni bunu deyirlər. Mən vecimə deyirəm. Bilirsən nədir? Tamam, onlar çəkiblər. Biz də onlardan götürmüşük, çəkmişik də. Yəni nə var? Bütün dünya bənzəri şeylərin üstə çox edir. Mənə görə ya. Çox əlaqəsiz olacaq. Hə, sənə bəlkə də qarşı çıxa bilərsən, fikir bildirə bilərsən, amma abi çox əlaqəsiz olacaq. Amma ki mən bu yay sən də mangalardan başa çıxan adamsan da bura. Delinquent manga deyə bir şey var bura. Avara mangaları. Yaponların bir avara kinosu var, serial animesi, mangası əsasında çəkilmiş animesi də var, köhnədir falan. Onun filmi də çəkilib. Mən onu sənə tövsiyə edirəm. Ona da baxa bilərsən. Nəysə müəllim, mən oxuduğum avara mangaları ilə bunu müqayisə elədim bu serialı. İstər-istəməz. Çünki məndəki o ən yaxın data odur da, yəni ona görə. Hə. Orada da çünki yəni eynən bu yaşda 16-17 yaşda gənclərlə nəsə bir kriminal nələrsə eləməyə çalışırlar. Talpa-talpaya döyüşürlər, futbol oynayırlar. Səhnəsi də var hətta yəni. Amma Yaponların bir filmi var, Qarğalardır filmin adı. 3 hissəli çıxıb o vaxt məktəblilər deyənə, tema məktəblilərdir. Manga və anime əsasında çəkib. Mən animesi o qədər də məni cəlb eləmədi. 90'ların animesidir. Amma filminə oturdum, baxdım, filmi çox ləzzət eləmişdi. Yəni demək istədiyimiz nədir? Qısaca toparlayaq ki, müəllim. Bu cür yəni ki, gənclərin, yeniyetmə yaşda gənclərin avaralıq hekayələri bütün mədəniyyətlərdə var. Yəni ki, hamının təriflədiyi Yaponiyada da var bu, Rusiyada da var, Amerikada da var. Yəni hərədə amma başqa cür. Amma indi kimsə gəlib çıxıb desə ki, Azərbaycandan da bu çıxar filan, yəni o məncə dünya görüşünün zəifliyindən edilə biləcək bir kommentariya olar, yəni. Çünki bu cür əsərlər hər yerdə var. Dünyanın hər yerində var. Ondan qaçamazsınız. Öz, mən bir dənə söz edeyim. O Oğlan ürəyi serialından bura vurduq elədik, amma tam fikir tamamlayamadım ki, Sovetin, Rusların bizdəki bu mikrorayonla əlaqəsinin yəni olmağı normaldır. Çünki biz eyni kommunist sistemdə yaşamırıq. Və buradakı bu Patsanski temalar, yəni Ruslarda da var, bənzərlik təşkil edir. Çox bənzərdir yəni. Ona görə də yəni ki, bunun da ona oxşaması və yaxud da əksinə olsun, fərqi yoxdur. Yəni normal bir şeydir və bunu belə qəbul etməyi düşünürəm ki, daha doğru. Müəllim, sən ümumiyyətlə nə düşünürsən bu rus dilində sözlərin altdan Azərbaycan dilində tərcüməsi? Xoşuma gəldi. Bizə niyə? Çünki belə deyim də, indi mən rus dilini biraz rus dilini bilirəm deyənə indi mən başa
düşürəm. Jargonlar mı deyək, onlar istifadə olunur. Yəni çoxunu zaten 90%-ni başa düşürük yəni. Ya tam həqiqi mənasını bilmirik də, söhbət odur. Həqiqi mənasını bilirikmi, bilmirikmi? Söhbət ondan gedir. Mən məsələn bilirəm və Mestapolojeniya deyir. Mən məsələn bilirəm, amma şeydir, məsələn bir də görürsən ki, yəni rus dilli olmayan, Azərbaycan dilli sektorun uşaqları məsələn bilmədən, xüsusən də o Varovskoy tema ilə gedənlər də belə deyək. Onlar bu sözləri istifadə edirlər, amma düz demirsən axı. Geçen dəfə bir dostum şey yazıb, demək istəyir ki, razvirat eləyək, deyir razvrat eləyək. Deyirəm, razvrat əxlaqsızlıq deməkdir. Razvirat orada həll edərik, nə bilim, məsələn, şey deyərik də, bu deməkdir. Yəni sən sözü düz demirsən, razvrat deyir. Biz hara gedirik deyir. Bəlkə də onu deyirmiş də biraz. Onu desə də gün əvvəlindən desin də. Belə də nə deyir əvvəldən, ona görə hazırlaşaq. Ona görə hazırlaşaq. Yəni o şeylər var və inşallah ki bu filmdə o alt yazıda onların tərcüməsi və deyiliş şəkli falan bunlarından ən azından seriala baxan o uşaqlar, o sözləri istifadə edən insanlar müəyyən ən azından dərs götürərlər, dil öyrənərlər. Rus dili budur. Yəni rus dilində bu cürdür, bu cür mənası da bu cürdür. Bir də müəllim, sənə bir sual verim. Baş rol indi qardaşın adı nə imiş? Eltəkin xan. Eltəkin. Hə. Eltəkin bizim bir qardaşımızdır. Bir yerdə işləmişik. Vətəndaş ada. Ondan başqa İfşa serialında da işləmişik ondan. Qardaşın neçə yaşı var? Səhv eləmirəmsə 24-25 olmalıdır. 24-25. O məktəbli rolunu amma çox qəşəng oynayır, yəni ki, heç hiss eləmirsən, demirsən ki, bu adam məktəbli deyil, yəni böyükdür. Və Qaqaşın çox belə qəribə bir tipi var həqiqətən. Baxırsan ki, biraz nəm Qaqaş Epiyə də oxşuyur. Ondan nə bilim. Sonra belə baxırsan məsələn məktəbdə o tanıdığın o avara uşaq var, yəni eyni tipdir, yəni başa düşdün? Yəni Qaqaşın tipini çox belə mükəmməl seçiblər. O castinqi kim eləyibsə, yəni onu alqışlayıram həqiqətən, yəni. Tam belə avara. SVN Production özü edirdi o castinqi, yəni. Onların hamısının castinqdə o. Hətta o uşaqların özlərinin orada yanılmıramsa kursları var. Casting kursları var. Orada müəyyən, yəni incəsənəti bitiriblər əksəriyyəti. İncəsənət universiteti. Bunu birinci bunu abi bu adamı yəni ki, real həyatda bu tipə əgər məruz qalmamısan, görməmisənsə də istəyirsən 5 dənə, 6 dənə kursa get, yəni ki, tam 12-dən o vuruş castinqi eləyə bilməzsən, yəni ki, bu adamın castinqini eləyən adam həqiqətən də deyib ki, bu da yəni görən kimi deyib bu. Çünki mən həqiqətən bu adamı tanıyıram, yəni indi qardaşın simasında tutalım ki, o adamı mən ən azı 3-4 nəfər tanıyıram mən. O tip insanlar, o tip uşaqlar məktəblərdən falan. Mən o ikinci oğlan var idi. Adı Adil, yox. Adil. Məsələn, Adil adı da çox gözəl bir seçimdir mənim məncə. Ədalət. Marvel'da məsələn DC-də vigilantelər var, məsələn. Justice-də yəni ki, ay sağ ol. Yəni öz ədalət anlayışları var. Öz ədalət anlayışları bu yəni ki, şey demək deyil, dövlətə qarşı yox. Mənim öz beynimdəki ədalət anlayışım var və bundan qırağa çıxmıram, yəni ki. Və onu məncə çox qəşəng təmsil eləyə bilib karakter. Baxırsan ki, hə də, yəni özünə görə qaydaları var. O şey deyəcəydim. O bir oğlanın adı yadımdan çıxdı. Allah, personajın adı. Bəlkə sənin yadındadır. Yox abi. Fərid. Fərid. Hə, yadıma düşdü. Məsələn, orada bir səhnə var idi. Mən o səhnəni məktəb vaxtlarından, yəni o məktəbdəki uşaqlarda onu davamlı görmüşəm. Özüm daxil o klubun uşaqlarına nə görə. Gəlir o biri dostu ilə belə görüşür, götürür belə çırpır o yerə. Onu hamımız yaşamışıq da. Yəni elə uşaqlar pastayan da olur. İdmançı Qaqaş gəlir. Fənd öyrədir güya da. Gəlir səni yıxırsa deyir. Soruşdum məndən fənd öyrənmək istəyirəm istəmirəm. Hə, lazım olar gəl, tak. Özüm ölüm, yəni onu fikirləşirəm, baxıram, məyər yenə də məsələn o uşaq, o cür düşünən uşaqlar var. Onu nədə hiss edirsən ki, o uşaq, bu insan elə tipdir. İlk təzə idmana gedən uşaqlar idi. Mən bu yaşımda yaşıdığımız var, sən də tanıyırsan. O da idmana gedib 2 ildə, 3 ildə idmana başlamış. Təzə başlamışdı belə deyək. Kimi deyirsən? Cavidi deyirəm. Hə, Cavid. 2 il qabağı, 3 il qabağı danışım. İdmana təzə yazılan vaxtlarda gələndə bizə fən öyrədirdi. Yəni ki, o həvəsli də təzə öyrənib istəyir ki, göstərir. O bilmirəm, kişilərin mi deyim, uşaqların mı deyim, yoxsa uşaq düşüncəli kişilərin mi deyim, nəsə də belə bir şey. Cavidə salam bu arada. Hə, Cavid öpürəm. O təbiətimizdə var yəni. Gəlib idman edirəmişəm, gəlib səndən yoxlayım fənnini. Ya da şey, sən Dilmərli, biz bunu öyrəndik, həyatdan harda işimizə yarayacaq? Burada yəni, get dostluq. Dostluq yığırsan, hə.
Hə, müəllim. Yəni dediyim kimi, tipajlar, ümumiyyətlə karakterlər çox belə personajlarına uyğun seçilib. Yəni castinqi mən burdan təbrik edirəm həqiqətən. Yəni mükəmməl iş çıxardıblar. Yaxşılarını deyək ki, sonra pislərə daha çox yer qalsın burada. Yəni yaxşıları deyək əldən çıxardaq. Oktay müəllim orada oynayır. Mən onunla işləmişəm ondan da. O Fəridin əli atası rolunda oynayır. İçkili vəziyyətdə gəlir. Birinci bölümdə o çox da şey eləmədilər, göstər. İkinci bölümdə də balaca yenə bir epizodu oldu. Gəlir evə yıxılır, durur ayağa belə gözün yıxılmışdım, az qalsın. Boksçu olmasaydım yəni, saxlaya bilməzdim, deyərdim yerə. Abi o adam həqiqətən yəni ki, yəni mən alqışlamaq istəyirəm o kişini, yəni rola görə. Çünki burada həm səni şeydə saxlayır, həm narahat eləyir sən ki, bu adam çox yəni təhlükəli adamdır. Yəni hər an hər şey eləyə bilər. Eyni zamanda da gülməlidir. Başa düşdün? tam Joker vibe aldım mən o kişidən yəni. Jokerə də baxanda şey olursan da həm belə gülməli şeylər deyil. Eyni zamanda çox təhlükəlidir. Hər an kimsə öldürə bilər falan. Başa düşdün? Yəni o adam o şeyi verə bilib yəni. O səhnə mənə çox ləzzət eləmişdi. Yıxılıb deyir ki, gördün idmançı olmasaydım deyir, özümü saxlaya bilməzdim. Yıxılardım yerə. Yıxılmışam da. Bir də ki, müəllim, mən burdan demək istəyirəm bütün ssenari heyətinə, ssenaristlərə, siz Azərbaycanın dəyərləri ilə oynayırsınız. Kələm dolması qatıqla yeyilər. Kələm dolması mən yeyirəm. Mən də yeyirəm yəni. Yəni bəlkə bilmirəm, yəni yoxlamamısınızsa da məncə həmişə yenilikləri Amma bir dənə şey deyim, bir şeydə haqlıdırlar da. Yəni kələm dolması ilə qatıq o qədər də getmir. Gedir. Ağız dad məndə gedir, səndə də gedir. Məndə də gedir. Mən kələm dolmasını qatıqsız təsəvvür eləyə bilmirəm. Amma yarpaq dolması ilə yəni oturub da, o başqa bir şey. Tamam. Tamam, elədir abi. Elədir. Amma yəni amma gedir, kələmlə də gedir. Mənə görə, sənə görə gedir, razıyam. Amma mən o şeyi hiss edirəm də. Yəni məsələn, kələm dolması ilə 90% gedir, yarpaq dolması ilə 100%. Amma mən heç bilmirdim yəni ki, belə bir münaqişə var ki, yəni kələm dolması qatıqla mı, qatıqsızmı gedər ki, yəni mən həmişə o var, o münaqişə. Default olaraq kələm dolması qatıqla olmalıdır kimi bilirəm. Özü hər evdə var. Yəni mən bu dəqiqə məsələn kələm dolması bişirilir, deyirəm ki, yarpaq şey var, qatıq var, deyir kələm dolmasını qatıqla yeyirlər. Bu münaqişə davamlı var. Mən heç məruz qalmamışam münaqişəyə. Yəni ki, əgər belə bir münaqişə varsa da mən tərəfimi bəlli elədim yəni burada. Mən də. Biz eyni tərəfdəyik. Biz eyni tərəfdəyik qardaşımla. Sinədəflərin növbəti verilişində bunu müzakirə eləyərik. Yəni bir daha belə rəqib bir adam taparıq buna. Hə. Onunla o müzakirə eləyərik. Film serial qalar qırağa bunu müzakirə eləyərik. Bilmirəm abi, yəni özünə güvənən varsa gəlsin. Buyursun gəlsin. Bir dənə sənə bir sual vermək istəyirəm. O ikinci bölümdə bir dənə mikrofon səhnəsi var idi. Fəridin anası mı idi, yoxsa başqa uşağın anası mı idi? Əlində mikrofon tutmuşdu, yəni. Sonra başladı mikrofonla tavanı silməyə. O səhnə nə idi abi? Oy. O bum idi. Buma oxşayır. Bum var. Mən başa düşmədim abi. O səhnə harasa bir referans mı eləyirlər, yoxsa həqiqətənmi, yəni o səhnə əlindəmi qalıb, yoxsa səsi götürmək üçünmü elə bir şey eləyiblər? Mən anlamadım o səhnəni. Yəni çünki buma oxşayır, amma bum deyildi. O patoloqu təmizləmək üçün olan şey var, o toz götürən. Orada o toz götürənlə buma göndərmə oldu da belə başa. Yox, bizə fake atırlar, yəni ki biz başa düşmürəm, siz bizə fake atırsınız ki, indi yəni ki, sinə dəftəri eləyəndə bunlar şey eləsinlər, desinlər ki, bunu da müzakirə eləyin, hə? Məqsəd nə idi yəni ki, o səhnədə? Çünki səhnənin heç nəyə xidmət də eləmirdi o səhnə. Yox, xidmət eləyirdi. Niyə ki? Nəyə? Orada məsələn uşaqlar ki var, o əsas bu iki uşağın başına gəlib hadisə. Digər 3 uşaq da var idi də. Onların evlərini göstərir ki, onların evində də bu söhbət gedir. Və hərəsində bir başqa cür ailədir də, yəni o ailəni təmsil edir. Tamam, yəni o səhnə başqa cür çəkilə bilməzdi, yəni. Maraqlı idi əslində. Niyə ki? Mənə maraqlı gəldi, yəni. Tam da səni əgər belə mənfi mənada vurubsa, yəni yox, mənfi mənə çaşdırdı prosta. Mən yəni elə bildim ki, mən də bum oxşatdı. Mən də dedim ki, hala bumdur. Dedim ki, yox, bum deyil. Mən baxmadan indi bumun nə olduğunu indi addan çoxdan görüb eləyirəm, bilirəm də daha yaxından. Bəlkə də abi. Bəlkə də yəni ki, o nəsə hardasa belə bir səhnə çəkilib və bu rejissor o səhnəyə diss atır ya da göndərmə eləyir. Başa düşdün? O bütün film setində, yəni Azərbaycan bəlkə film setində o baş verən bir şeydir.
kadra bum girdi, bumu qaldı, bum düşür, nə bilim, operatorlar davamlı bunu bildirirlər məsələn. Hər elə bir set yoxdur ki, orada elə bir şey olmasın, söz olmasın ki, bum düşür, bumu qaldı. Yəni çünki o bumdan da səs yazılmalıdır və səsin də yaxşı olması naminə belə deyək də, o ayrıca bir sənətdir. Yəni hamının qəbul elədiyi ədalət anlayışını qəbul edib, bu adamın özünün beynində və ətrafındakı insanların qəbul elədiyi bir ədalət anlayışı var və bu ədalət anlayışına görə məsələn gedir məktəbdə pul yığırlar dalım ki. Amma deyir ki, məsələn özüm də qoymuşam pul deyir. Məsələn deyir dostundan da qoyub. Deyir biz də pul qoymuşuq, amma biz qoymuşuqsa siz də qoymalısınız. Yəni nəyə görə gedirik biz şey eləməyə, şəhid anasına kömək eləməyə. Heç demirlər şəhid anasına kömək. Heç onu demirlər belə. Çünki onu yanlışlıq ordadır. Heç onu demək, çünki onu demək onun üçün oğlanlığa ziddir. Yəni yaxşı oğlan elədiyi yaxşılığı deməz kimi. Yəni gedib birdən qulağına çatar onun falan, onu fikirləşir. Amma sonra da ki pulun qalanı deyirlər gedirik nə türməyə şeydir. Yaxşı qardaşlara getməlidir, pul çatmalıdır. Türmədəkilərə getsin çatsın. Abi mən elə bildim ki, o səhnədə elə bir marketdəki dayıya vermirlər pulu, aparıb xalanın özünə verəcəklər falan. Mən elə düşündüm. Sonra da deyirsən ki, istər-istəməz ki, yəqin ki, bu pulu deyirsən yəqin arvadın özünə verərlər. Ya nəsə başqa bir şəhid ailəsinin borcunu bağlayarlar deyim sənə. Elə bir şey eləyirlər, amma elə bir şey olmur da. Yəni şey olaraq mən zat baxımından, yəni kino anlayışı ilə falan zad eləsə, hətta qarşı da çıxa bilər müəyyən şeylərə ki, bu nə məntiqsizliklərdir falan. Amma fakt reallıq budur və bu film, serial reallığı şey eləyir və bunların məntiqi budur. Bu cür işləyir. Zaten oradakı Vorzakon da deyir ki, sən başımız qaçıb alır. Gedin buradan. Hə də. Adam da dilə gəlir orada ki, yəni həqiqi Vorzakonda. Vorzakon karakterini götürək. Məsələn, biz ilk 2 bölümdə balaca məktəbli qəhrəmanlarımızı tanıdıq. İkinci bölümdə də əsas böyük 2 qəhrəmanımızı tanıdıq da. Əslində 4 dənə baş personaj var. İkisi məktəblidir, ikisi böyükdür. 2 böyük Vorzakon deyək, o mafiya deyək də bu adamlar. Azik, bir də ki yanındakı qaqaş adını xatırlamıram. Addan ismim yadımda qalmır. O Azik amma yəni çox çağırdılar ki, Azik falan onu bildim də adı Azikdir. Qaldı yadımda. Yadımda qaldı o. Onların arasındakı o dinamiki necə müəllim dəyərləndirirsən? Sən orada simvolikanın fikir verdin, hiss elədin o. Göndər gəlsin. Hə. Keçidlərə nə mənası əslində ssenaridə bəlkə də göndərmə var finalı bölməzədə. Bu bir oğlan elə bir ki, türməyə gedən oğlanı əlinə bıçağı verir ki, və sən get onun yerinə yat, bəs o gedə bilməz falan filan baş salır. O da deyir, yaxşı, deyir sənin ailəvə də biz baxacaq falan, qucaqlayır onu, keçid olur. O bir oğlan onu qucaqlayır. Hə, bu onu qucaqlayır. Yəni o onun üçün bir oyuncaq deyək də belə deyək. Nə isə bu da onun bu birisi üçün odur. Yəni o bunu idarə edir, bu da onu idarə edir. Da matroşka kimi. Ya da ki məsələn bu onu zibilə saldı kimi düşünək. Amma o da bunu zibilə salacaq. Ona bir spoiler vermiş. Foreshadowing deyək də mən. Elə bir şey elədik. Yəni ki sən gələcəkdə biləcəksən ki, nə vaxtsa bu da bunu zibilə salacaq, türməyə göndərəcək. Özü qalacaq təmiz də belə deyək. Elə bir şey. O bir orada o xoşuma gəldi o keçid. Bir də səhv eləmirəmsə Eltəkinin səhnəsində idi, hansısa səhnəsində orada bir keçid oldu. Onu indi xatırlaya bilmirəm. Bənzər bir şey də orada hiss elədim ki, yəni burdan da buna keçidlər. Nə vaxtsa bu da belə olacaq tipli bir şey oldu. Onu gərək bir də baxsam eləsəm gərək orada oturum baxım. Bəs bölümlər arasında səncə yəni ki, birinci bölümdən ikinci bölümə bir düşüş var, yoxsa bir qalxış var, yoxsa eyni tempdə gedir, eyni səviyyədə gedir səncə? Nə düşünürsən? Hələ ki eyni səviyyədə gedir. Eyni səviyyə. Mən birinci bölümdən ikinci bölümə artıq biraz bir düşüş hiss elədim. Yəni serialın özünün səviyyəsində düşüş yox da mənim izləmə motivasiyamda düşüş hiss elədim abi. Bilirsən nəyə görə? Çünki digər o məktəblilərin də, digər karakterlərin də falan evlərinin içinə girməyə başladıq. Onların da ailələrini tanıdıq və bir yerdən sonra artıq mən elə bil ki, biraz o immersion məndə qırıldı. Bilirsən nəyə görə? Çünki ola biləcək bütün o şablon karikatürizə, yəni ki, Azərbaycanlı tiplərini yığıblar abi. Elədir zaten. Sən Azərbaycandan bir film çəkirsənsə, yəni istər-istəməz onları görməlisən. Bütün klopkalara basıblarmış kimi gəldi. Yəni ki, sən hamı, heç kim şablondan qırağa çıxa bilmir də. Yəni içki içən və işdən çıxan ata. Okey, bu var fiks olaraq. Pul verən nənə var. Televizora qabağında oturan baba var. Yəni ki, mən artıq şey gözlədim ki, nəsə də olmasın. Başa düşdün? Bir şey də olmasın yəni. Hər şey var da yəni. Yox, sən olmamağını istəyirsənsə, əgər
bizdə elə bir mühit yoxdur axı deyək ki, bu çoxdur, bundan bezmişik, daha olmaz. Azərbaycanda yoxdur axı belə bir filmlər, seriallar. Olsun Sən nə da qədər bu yeni- şablonları nə qədər görmüsən ki, maksimum. Sən maksimum bunları evində görmüsən də. Yəni insanlar hərə öz evində babasını görüb televizor qabağında, nənəsini görüb pensiya alanda, nənə ona 5 manat verib, o sonra nə bilim, o nənə 10 manat verib, nə bilim, sonra nənələr bir-birinə qırıblar ki, sən ona 5 verirsən, mən ona 15 verirəm. Yəni belə bir bu içkili atalar, nə bilim, falan filan, yaxud atası olmayan qadının adına ləkə çıxmağı falan, o birisinin anası gec işdən gəlir, adına ucu söz gəlir. Bənzər şeylər, yəni qonşuluqda falan durmadan həyatımızda olan bir şeylər. Yo, mən bunu sən deməyimin məqsədi nədir? Mən sənə deyim, misal bu slice of life deyə bir janr var da, bilirsən, həyatın içindən kadrlar. Yəni bu mikrorayon əslində, yəni ki, bu sadəcə bu şeylərdən ibarətdir. Yeniyetmələrin mafiyacılıq oynamağından ibarət deyil də. Yəni ki, mikrorayondakı hamının həyatına biz fokuslanacağıq, şeyinə girəcəyik, hamısına girməliyik. Yəni əgər bu cürədirsə, biz onları növbəti serialın növbəti bölümlərində biz onların hər birini daha dərindən tanımalıyıq. Tanıyacağıq mı? Bax məsələ odur abi, yəni ki, tanıyacağıq mı? Çünki yəni sən bu qədər, yəni ki, hekayə altında da, aşağıda daha da belə balaca hekayələr, onların da altında balaca hekayələr və yəni bunların hamısını onlar yəni belə açılır, sonra belə tamamlanmalıdır. Tamamlanacaqmı məsələn? Mən orada biraz artıq Mənə də maraqlıdır. Mənə artıq biraz şübhə yarandı ki, elə bil ki, tamamlana bilməyəcək kimi yarandı məndə o şübhə. Screen time dediyimiz bir şey var da. Məsələn, screen time sən də bilirsən, yəni ki, zaten sinema ekran vaxtı. Yəni sinema verilişinə baxırsınız, yəni siz də bilmirsinizsə də öyrənin yəni. Yəni hər karakterə ayrılan ekran vaxtı. Ya məsələn mən bu screen time-ın digər karakterlərdən məsələn çox da məsələn hekayələrinin necə gedib getməyəcəyinə əmin olmadığım karakterlərə verilməsinə yox da, məsələn daha önəmli karakterlərə ayrılmasına məsələn daha çox önəm verərdim mən. Amma ki dediyimiz kimi bu serialdır və serial yəni 1-2 bölümdən ibarət deyil də. Böyük ehtimal yəni uzadacaqlar bunu. Hələ ki 12 bölümdür səhv eləmirəmsə. 12 bölümdürsə yəni, okey, 12 bölümdürsə daha da biraz əslində motivasiyamı yüksəldi ki 12 bölümə bağlaya bilərlər yəni. 12 bölümə hər şeyə bir bağlama, başlayıb bitirmək olur. Yəni başlayıb bitirə bilərlər. İndi görəcəyik. Söhbət bunun bilsən elə seriallar var ki, istəyir Azərbaycanda, istəyir dünyada da. Bunu çəkirlər bir sezonluq. Sən deyirsən ki, okey, bomba, birinci sezon çox bombadır. Sonra deyirlər ki, ikinci sezonu təsdiqləndi. Gəlir ikinci sezon elə başlayır ki, yəni qəşəng başlayır. Deyirsən ki, aha, yeni tema, yeni hekayə falan filan, eyni qəhrəmanlar və görsən ki, müəyyən sezon düşüşü yaşadı. O məsələn Netflix-də olan seriallar olsun, HBO-da olsun, Disney-də olsun, harda olsun fərq eləmir də. Yəni o şeyi orada, yəni onlar belə yaşayırlarsa, bizdə onun ikinci sezonu vəbşə pis sonlanır, belə deyim. Çünki mən bizdə nəyi bəyənmirəm? Məsələn, sən birinci sezonda gördüyün evlər var, rəssam işi tərəfdən deyirəm, hekayə. Qəhrəmanlar var, qəhrəmanların evləri var, eşikləri var, aktyorları falan var. Bax, görsən, bunları uca bilirsən də, tanıyırsan falan. İkinci sezon elə başlayır ki, bizim 12 bölümlük seriallardan söhbət gedir ha. Qəhrəmanlar həmin qəhrəmanlar olsa belə, evlər tamam başqa evlərdir. Hadisələr tamam başqa məhəllələrdə gedir. Bu şey məni çox vurur. Şəxsən mənim özümdə, yəni ki, amma olsun baş qəhrəman evi tamam başqa evdir. Yeni bir ev çəkdi. Okey. Ya bütün məhəllə köçə bilməz də, yəni. Və bütün məhəllə tamamilə yeni bir evə köçə bilməz. Yeni məhəlləyə köçə bilməz. Mən indi onu da başa düşürəm də. Hollywood kimi set qura bilmərik də bizdə indi. Qura bilmirik, amma bu məni bir izləyici kimi seriallarımızda mən baxanda mənə şey yəni o immersiondan adamı çıxaran şeylərdir bunlar. Hadi mənə pis təsir. Mən istəyirəm ki, məsələn, mən bu evdə məsələn çəkiliş eləmişəmsə, bu evin qəhrəmanlarını bu evdə gələn sezonda olacaqsa yenə bu evi görürəm. Bu ev mənə nə verir söhbəti deyil. Məsələn, hekayə elə başlayır ki, bunlar bu evdə nə bilim 100 ildir yaşayıblar. Yəni nənə babadan falan bu evdədirlər falan. Sən hansı içində qalıb, hansı serialdan belə? Hansı serialda falan deyil. Çoxsunda bu var, yəni. Tamam, okey, bomba. Bunlar 100 ildir bu ev. Nə oldu ikinci sezonda başqa evdir? Əslində buymuş da, bu ev imiş. Hə 100 illik evi satdın mı? Nə oldu? Yəni birinci sezon bütün ailə bu ev üzərində, bu evlə məsələn qırğındaydı. Bu evə görə qırışırdılar. İkinci sezon başqa bir evdir. Başqa eyni qəhrəmanlardır. Evə görə qırğını yenə davam edir. Nə oldu?
Məncə Məsələn yəni budur. ki, mən düşünürəm ki, bu dəqiqə Azərbaycanın kinematografiya sektorunun hal-hazırda bu dediklərimizdən daha böyük problemləri var. Birinci onları həll olunsun, daha sonra yəni bu dediyimiz Prosta detallara təsir edən bir şeydir də, yəni prosta. dediyimiz Mənim detallara toxundum. müəllim Bozbaş Pictures kimi bir şey var. Yəni ki, Azərbaycan sinemasının, yəni televiziyasının üzərində. Mən Bozbaş Pixelsə də bir söz demirəm. Onlar da işləyirlər, işləsin. Onlar da çəkirlər o. Eləməsinlər, vəsə bura. Eləməyin. Çıxın artıq. Bezdirmiz. Bilirsən nədir? Yəni hər kəsin o kino anlayışı var, serial anlayışı var və Təbii ki, təbii bir ki. zamanlar məsələn Bozbaş Pixels təzə çıxanda eləyəndə, yəni əksinə biz sevinirdik. Çünki onlar karikatura idi. Onlar bizim reallığın karikaturik şəkildə yansıması idi. Onu qəbul edirdik falan. Amma artıq 26-cı idi, 2026-cı ildir. Müəllim. 15 il keçib Hə. və o personajlar deyil artıq. Yeni karikaturik personajlar yaratmaq lazımdır. Onlar üzərindən getmək lazımdır. Amma biz qalmışıq hələ də onlar. Mənim biz qalmışıq, amma ki mikrorayon serialı görürük ki, Azərbaycan standartlarının bir tık üzərinə çıxdı və bunu məncə davam elətdirə biləcək. Mənim son İnşallah. Axıra kimi. Son olaraq müəllim, gəl istəyirsən bir dənə sualda toplayaq bütün fikirlərimizi. Baxmağa davam eləyəcəksənmi? Baxmağa davam eləməyə çalışacağam. Nə qədər vaxtım qısıtlı da olsa, baxmağa çalışacağam. Çünki 2 bölümdür, pis deyil, pis getmir, yaxşı gedir, baxa da bilirik, izlədir, yəni ən azından səni aparır özü ilə, hekayə aparır. Bu hekayə harda və necə sonlanacağı önəmlidir və bitəndə bizə nə mesaj verəcək, hansı təəssüratları bizdə qoyacaq, o önəmlidir. Mən onu istəyirəm əsas bilim, yəni gözəl final istəyirəm olsun. Başa düşdüm müəllim. Mən də fikirlərimi toplayıb demək istəyirəm ki, mən ilk bölümü bəyəndim. İkinci bölümü daha az bəyənsəm də ilk bölümdən. Yenə də bəyəndim. Yəni hekayənin hara gedəcəyini və karakterlərin necə budaqlanıb öz hekayələrini bitirəcəyini əslində mənə maraqlıdır. Gözləyirəm. Bir 2-3 bölüm daha şans verəcəm. 2-3 bölüm sonra da görək serial hara gedir. Əgər 12 bölümün sonunda elə bir şeydir ki, yəni 2-3 bölüm şans verəcəmlə də getmir. Yəni məsələ nədir? Yəni bu bir hekayədir, film kimi bir şey kimi düşün də. 12 bölümlüklər adətən Netflix stilidir. Yəni bunlar bir film kimi. Uzun filmlər deyək də, mini serial, mini filmlər. Mini yox, makro filmlər. Bu abi mikro rayonun makro qəhrəmanları. Bunu böyle bir filmdə filmin yəni ortasında serialların xüsusilə ortasında düşüşlər ola bilər. Hər bölümün reytinqi başqa olur da məsələn. Amma final bölümü, finaldakı bu orta bölümlərdəki qapalı qalan hekayənin açılması çox önəmlidir. Ya mən niyə görə 2-3 bölüm deyirəm? Çünki yəni bir bölüm şans versən, yəni bu səni düzgün yönləndirməyə bilər. 2 bölüm desən, yenə də hardasa bir boşluqlar falan qala bilər, amma 3 bölüm artıq mən əmin olacağam ki, məsələn bu hekayədə sevdiyim şeylər azalır, sevmədiyim, məni qıcıqlandıran şeylər artırsa, artıq yəni özünü bəlli eləyəcək ki, serial deyəcəm tamam, mənə xitab eləmir də bu. Amma yox, əksinə sevdiyim şeylər artıb, sevmədiyim şeylər azalsa, davam eləyəcəm baxmağa, yəni ona görə olacaq. 12-ci bölüm bitdikdən sonra seriala rəğbət indi baxıram, yəni seriala rəğbət böyüdü hal-hazırda. Qaldığı yerdən davam eləsə və eyni zamanda bu videoya da rəğbət olsa və istək olsa, möhtəşəm olar. Sezon sonunda bir dənə də incələmə eləyə bilərik. Mikrorayon finalı da incələyərik. Sezon finalı olar, final olar, onu da incələyərik. Hətta canlı yayında aça bilərik, baxarıq. Çox sağ olun izlədiyiniz üçün. Bizi izləmədə qalın. Sağ olun. Bir də ki kommentdir, like-dır, ondan sonra dislike-dır. Dislike-dır. Hə.